Mətnə əsasən yanlış bəndi müəyyən edin. Deməli, mətndə altından xətt çəkilmiş ifadələr və həmin ifadələrin kontekstə görə izahı verilmişdir. Deməli, birincidə yazıbdır ki, sazaq. Deməli, gəlin mətndə sazaq sözünün işləndiyi yerə baxaq. Deyir ki, Həsən ağa eyvanı kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyin ortası tərlənmişdi. Havanın sazaq olması, yəni soyuq olması, küləkli olması mənasında. Yəni sazaq sözünün mənası burada soyuq, külək mənasında işlənir. B bəndi. Dikəlmək. Deməli deyir ki, Ələdinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Yazıb ki, izahda əyilmiş vəziyyətini dəyişib ayaq üstə dik durmaq. Bəli, bu da düzgündür. Dikəlmək sözünün mənası budur. Çünki o odun yarırdı, səsi eşitdi və doğruldu, belə deyək. Sonra C bəndi süzmək. Deməli, mətndə oxuyaq. Deməli, deyir ki, Həsən ağa diqqətlə Ələdini başdan ayağa süzdü. İndi gəlin baxaq, süzmək sözünün konteksta uyğun izahına verilmişdir. Qanat çalmadan sakit-sakit, səssiz uçmaq. Doğrudur, süzmək sözünün bu mənası vardır. Amma bizə dedi ki, kontekstə görə izahı. Artıq burada süzmək sözü onun başdan ayağa insanı belə deyək, süzmək, yəni ona başdan ayağa nəzər yetirmək mənasındadır. Bu süzmək sözü isə quşların süzməyidir, yəni havada uçmaq mənasındadır. Təbii ki, kontekstdə bu mənada işlənməmişdir. D bəndi, duruxmaq. Deməli, gəlin mətndə duruxmaq sözü olan hissəyə nəzər yetirək. Deməli, deyir ki, Ələdin dostundan belə cavab gözləmədiyindən bir an duruxdu. İzah. Çaşan kimi, özünü itirən kimi olmaq, tutmaq. Bəli, deyir ki, Ələdin dostundan belə cavab gözləmədiyindən bir an, deməli, özünü itirən kimi oldu. Bu izah da doğrudur. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Biri Həsən ağaya aid edilə bilməz. A bəndi. Qarşısındakı insana hörmətsizlik edib onu acılayır. Bu fikir təbii ki, Həsən ağaya aid edilə bilməz. O, qarşısındakı insana hörmətsizlik etməmişdi. Sadəcə olaraq Ələddinin ov təklifini qəbul etmək istəmirdi, çünki qonağı gələcəkdi. B bəndi. Ovçuluq alətlərinə xüsusi marağı vardır. Bəli, hansı ki burada deyir ki, bir ovçu hərisliyi ilə əlini uzadıb tüfəngi aldı. Yəni, tüfəngi, belə deyək, əlinə götürüb, onunla maraqlanır. C bəndi. Zəhmətsevərdir, ev işlərini özü görür. Bəli, deməli deyir ki, Həsən ağa eyvanı kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Deməli, burada göründüyü kimi Həsən ağa deyirik, bu insan ağadır, amma öz işini öz görür, odunu özü yarır. Bu isə onun zəhmətsevər olduğunu deməyə əsas verir. D bəndi. Ələddinlə bir neçə dəfə ova getmişdir. Bəli, deməli, biz hansı hissədən müəyyən edə bilərik? Deməli, deyir ki, Ələddin dostundan belə cavab gözləmədiyindən bir an duruxdu. O elə zənn edirdi ki, Həsən ağa həmişəki kimi əlüstü razılaşacaq, dərhal patrondaşının tüfəngini götürüb ona yoldaşlıq edəcək. Deməli, biz buradan bu nəticəyə gələ bilərik ki, onlar əvvəllər də ova gedibdilər. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Tünd hərflərlə verilmiş sözün mətndəkindən fərqli mənada, həqiqi və ya məcazi işləndiyi cümləni müəyyən edin. Deməli, tünd hərflərlə verilmiş sözümüz söndü sözüdür. Cümlədəki mənasını müəyyən edək. Deyir ki, Həsən ağanın birdən-birə alışan ovçuluq ehtirası birdən-birə söndü. Göründüyü kimi burada sönmək sözü məcazi mənada işlənmişdir. Bizə isə dedi ki, mətndəkindən fərqli mənada, yəni həqiqi mənada işləndiyi cümləni tapın. Deməli, A bəndi. Daş əriyər, günəş sönər, çıxmaz o gün yaddaşımdan. Deməli, günəşin sönməyi təbii ki, məcazilikdir. B bəndi. Ər-arvad ixtilafı nəinki sönmür, daha da alovlanırdı. İxtilafın sönməyi məcazilikdir. C bəndi. Onun içindəki yaradıcılıq eşqi sönmək üzrə idi. Yaradıcılıq eşqinin sönməsi məcazilikdir. D bəndi. Səhərə yaxın ocaq söndüyü üçün ev soymuşdu, ocağın sönməsi isə həqiqidir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Mətnə əsasən yanlış fikirdir. A bəndi. Ələddin nişanlı idi. Bəli, mətndə deyir ki, deməli,
Həsən ağa diqqətlə Ələddini başdan ayağa süzdü. Gördü ki, nişanlanandan bəri üst başı səliqəyə düşüb. Deməli, burada artıq onun nişanlandığını görürük. B bəndi. Həsən ağa qonağı gələcəyi üçün ova getmək istəmirdi. Bəli, burada deyir ki, yox, bugün gedə bilməyəcəm. Deyir, niyə? Deyir ki, qonağım gələcək. C bəndi. Hadisələr yay fəslində baş verir. Bu isə yanlışdır. Çünki mətnin giriş hissəsində yazılıb ki, havanın sazaq, ətrafın qrov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Deməli, əgər hava sazaqdırsa, ətrafda qrov varsa, təbii ki, bu yay fəsli ola bilməz. D bəndi. Ələddin təzə tüfəng aldığı üçün sevincli idi. Bəli, bu da düzgün fikirdir. Deməli, burada Həsən ağa deyir ki, üst başının səliqəyə düşdüyünü görürəm. Deyir, elə bu, bə nə deyirsən? Üst başımı demirəm, bir çiynimdəkinə bax. Həsən ağa yalnız indi qoşallarını gördü və gözləri maraqdan ışıldadı. Bir ovçu hərisliyi ilə əlini uzadıb tüfəngi aldı. Bəli, deməli, burada görürük ki, artıq Ələddin təzə tüfəng aldığı üçün sevinclidir. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Verilmiş abzası mətnin hansı tərkib hissəsini artırmaqla mətni genişləndirmək mümkündür? Elə şey yoxdur. Sənsiz ovun nə ləzzəti? Ələddin dönüb suyu soğulmuş kürə, o taydakı meşənin boz qovaqlarına baxdı. Əsl ov vaxtıdır. Sənin canın üçün ürəyimə damıb, gedən kimi maral vuracağıq. Özüm ocaq çatıb, kabab çəkəcəm. Deməli, mətnin sonunda biz görürük ki, Ələddin deməli, Həsən ağanı ova aparmaq istəyir, ancaq Həsən ağa isə qonağının gələcəyini əsas gətirməklə ova getmək istəmir. Deməli, deyir ki, qonağın nə vaxt gələcək? Günorta üstü ya da axşam tərəfi. Ay rəhmətliyin oğlu, onacan 10 dəfə gedib gələrik. Tez ol, tüfəngini götür. Yox, Ələddin, bu dəfə mənsiz get. Bundan sonra isə deməli artıq biz görürük ki, Həsən ağanın nitqi ilə bitir mətin. Bundan sonra isə Ələddin deyir, elə şey yoxdur. Sənsiz ovun nə ləzzəti? Ələddin dönüb suyu soğumuş körə, o taydakı meşənin boz qovaqlarına baxdı. Əsl ov vaxtıdır. Sənin canın üçün ürəyimə damıb gedən kimi maral vuracağıq. Özüm ocaq çatıb kabab çəkəcəm cümlələrini yazmaqla mətni bitirmək mümkündür. Bu isə göründüyü kimi mətnin nəticə hissəsinə aid olmuş olur. Ona görə də sualımızın düzgün cavabı B bəndi olacaq. Mətnin məzmununa əsasən nöqtələrin yerinə cavab kağızına uyğun ifadə yazmaqla cümləni tamamlayın. Deməli, dialoqdan bir hissədə nöqtələrin yerinə uyğun ifadə yazmaq tələb olunur. Burada Həsən ağa ilə Ələddinin dialoqu var. Deməli, Həsən ağa deyir, tüfəngin ağırlığını bilmək istəyirmiş kimi qoşalüləni əlində samballadı. Çox mübarək, ha vaxt alıbsan? Dünən. Atmağı necədir? Yoxlamısanmı? Düzmü? Nişan alır. Çünki əvvəldə deyirdi axı, atmağı necədir? Və yaxud da ki, yoxlamısanmı, düzmü atır? Məsələn, atır sözünü də buraya yaza bilərik. Bu və buna oxşar cavabları yazmaqla sualımızı düzgün cavablandıra bilərik. Verilmiş nümunənin neçənci misrasındakı sözlərin hamısı ahəng qanuna tabedir. Sarı limon çay üstündə dad olur. Gözüm görür, könlüm evi şad olur. Hansı namərd dost evinə yad olur? Məhəbbətin vəfadarı məndədir. Deməli, sarı limon. Göründüyü kimi limon sözündə ahəng qanunu pozulmuşdur. İkinci misrə baxaq. Gözüm görür, könlüm evi şad olur. Göründüyü kimi burada sözlərin hamısı ahəng qanununa tabedir. Yəni ahəng qanuna tabe olmayan söz yoxdur. 3. Yəni üçüncü misrada hansı namərd dost evinə yad olur? Namərd sözündə göründüyü kimi ahəng qanunu pozulmuşdur. Dördüncü misrada məhəbbətin vəfadarı məndədir. Vəfadarda da deməli ahəng qanunu pozulmuşdur. Deməli, göründüyü kimi sualımızın düzgün cavabı yalnız ikinci misra olacaq. Bu da C bəndində verilmişdir. Sözlərin quruluş növünü nəzərə alaraq uyğunluğu müəyyən edin. 1. Sadə, 2. Düzəltmə, 3. Mürəkkəb. Deməli, həyətdəki sözü kök və leksik şəkilçidən ibarətdir. Deməli, bu düzəltmə sözdür. Həyət, baca iki sözün birləşməsindən əmələ gəldiyi üçün bu mürəkkəb sözdür. Həyət sözü isə yalnız kökdən ibarət olduğu üçün sadədir. Deməli, 1. C, 2. A, 3. B olur sualımızın düzgün cavabı. Bu da B bəndində verilmişdir.
Hansı cümlədəki fərqləndirilmiş sözdə həm leksik, həm də qrammatik şəkilçi işlənmişdir? A bəndi. Məktəblilər dəstə-dəstə dərs otağına doluşdular. Deməli, məktəb sözün kökü məktəb ismindən məktəbli ismi düzəlmişdir, lər isə qrammatik şəkilçidir. Göründüyü kimi burada həm leksik, həm də qrammatik şəkilçi işlənmişdir. B bəndi. Əşrəfin qəhrəmanlığı hələ də yaddan çıxmayıb. Əşrəf sözün kökü iniyəlik hal şəkilçisi. Göründüyü kimi burada ancaq qrammatik şəkilçi var. Yəni ancaq sözün forması dəyişibdir. C bəndi. Oğul, qoy böyüklük səndə qalsın. Deməli, böyümək feilindən böyük sifəti, böyük sifətindən isə böyüklük ismi əmələ gəlmişdir. Göründüyü kimi hər ikisi sözün mənasını dəyişdiyi üçün leksik şəkilçidir, qrammatik yoxdur. Deməli, uşaqlar futbol meydançasında futbol oynayırdılar. Uşaq sözün köküdür, lar isə cəm şəkilçisidir. Burada da ancaq sözün forması dəyişib, məna dəyişməyibdir. Məktəblilər sözündə həm leksik, həm də qrammatik şəkilçi işləndiyi üçün sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı cümlədə fərqləndirilmiş sözün yazılışı yanlışdır? A bəndi. Bu dediklərin deyəsən mənim də beynimə batdı. Deməli, burada beyin sözü verilmişdir. Bildiyimiz kimi beyin sözü mənsubiyyət şəkilçisi qəbul etdiyi zaman buradakı i saiti kökdəki qapalı sait düşürdü. Burada da deməli gördük ki, hər hansı bir yanlışla yer verilməmişdir. B bəndi. Külək düzlərdəki güllərin ətrini ətrafa yayırdı. Deməli, güllərin ətri mənsubiyyət olduğuna görə buradakı i saiti düşmüşdür. C bəndi. Anasının sözləri Dilarənin ağlına batdı. Ağıl sözündəki I saiti düşübdür. Deməli, mənsubiyyət şəkilçisinə görə düzdür. D bəndi. Mirzə Səfərin oğulları Ədliyyə məktəbinin 5-ci sinifində oxuyurdu. Bildiyimiz kimi, sinif sözü saitlə başlanan həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etdiyi zaman söz kökündəki ikinci qapalı saiti düşür. Göründüyü kimi bu sözdə sinifində yazılmışdır. Ona görə də bu sözün yazılışı yanlış olmuş olur və sualımızın düzgün cavabı D bəndi olur. Boylanmaq sözünün həqiqi mənada işləndiyi cümləni müəyyən edin. A bəndi. Ayaz atasının çiyini üzərindən küçəyə boylandı. İnsanın boylanmağı təbii ki, həqiqi mənadadır. B bəndi. Yaşıllıqlar arasından boylanan evlərin damları görünür. Evlərin boylanması təbii ki, məcazi mənadır. C bəndi. Qoca şərq boylanır dalınca sənin, şərqin, yəni bir belə deyək, dövlətin deyək və yaxud da dövlətlərin deyək, boylanması təbii ki, məcazilikdir. D bəndi. Boylanır qabağımda böyük bir əməl, ucalır başım. Əməlin boylanması təbii ki, bu da məcazilikdir. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı cümlədə böyük sözü çox güclü, çox şiddətli mənasındadır? A bəndi. Sən heç kəsə qulaq asma, get oxu, böyük adam ol. Yəni, burada məşhurdan söhbət gedir. Yəni, insanın məşhurlaşmağından söhbət gedir. B bəndi. İndi Hacı Əskər mötəbər şirkətin bani və böyüyü hesab olunurdu. Yəni, şirkətin böyüyü. Təbii ki, burada da çox güclü, şiddətli mənasında işlənməmişdir. Şirkətin başçısından belə deyə söhbət gedir. C bəndi. Dağlardan gələn sel suları çaya qarışaraq böyük daşqına səbəb oldu. Çox güclü, çox şiddətli daşqına səbəb oldu. Deməli, burada böyük sözü çox şiddətli, güclü mənasında işlənmişdir. D bəndi. Aqil böyüklərə məxsus bir ədəblə çəngəl bıçaq almış, çörəyini, xörəyini qabağına çəkmişdi. Böyüklər dediyimiz zaman burada artıq insanın yaşca böyük olmasından söhbət gedir. Deməli, sualımızın düzgün cavabı olacaq C bəndi. Nida cümləsini müəyyən edin. Bildiyimiz kimi, nida cümləsində yüksək hiss həyəcan olur və cümlənin sonunda nida işarəsi qoyulur. A bəndi. Gözəl günlərin arzusunda olun. Bu əmr cümləsidir. B bəndi. Axı, bu vəziyyətdə necə yaşayacaq? Sual işarəsi qoyulmuşdur. Deməli, sual cümləsidir. C bəndi. Mirzə Qədir bir kübar həyatı yaşayırdı. Nöqtə qoyulub, sadəcə məlumat verilir. Deməli, nəqli cümlədir. D bəndi. Qoy bütün dünyada sülh olsun. Yüksək hiss həyəcan var və cümlənin sonunda nida işarəsi qoyulubdur. Bu, nida cümləsidir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı bənddə fərqləndirilmiş sözlər bir-birlə münasibətdə amonimdir? A bəndi. 1.
Baş bədənin tacıdır, gözlər onun daş qaşı. Burada baş söz verilmişdir. 2. Dağların başında bulud qaynaşmağına baxmayaraq hava isti idi. Deməli, baş bədənin tacıdır. İnsanın başından söhbət getdi. Buradakı baş sözü həqiqi mənadadır. Dağların başındakı baş sözü isə məcazi mənada işlənmişdir. Deməli, burada törəmə məna var. Bu olur çox mənalı söz. Amonimlər bildiyimiz kimi həqiqi mənada olur. B bəndi. 1. Basma ayağını bizim torpağa, ilandan, əqrəbdən yar ola bilməz. Burada hansı əqrəbdən söhbət getdi? Həşərat olan əqrəbdən söhbət getdi. 2. Vaqif qələmi yerə qoyub saatına baxdı. Saatın əqrəbləri düz 12-nin üstündə idi. Deməli, burada həşərat olan əqrəbdən söhbət getdi. Burada isə saatın əqrəbindən söhbət getdi. Deməli, buradakı sözlərin mənaları tamamilə fərqlidir. Ona görə bu sözlər amonim olacaqdır. C bəndi. 1. Qızım, gülləri suya qoymasan solar. Gülün solmağı həqiqi mənadadır. 2. Arvad dərd çəkməkdən gül kimi solmuşdu. Deməli, gülün solmağının məcazi mənası nədir? İnsanın gül kimi solması. Bu isə məcazi mənadır. Ona görə bu da olacaq çox mənalı. 4. D bəndi. 1. İzzət Əhmədin qolundan yapışıb düz yanında oturdu. İnsanın qolundan söhbət getdi. Bu oldu həqiqi məna. 2. Ağacın qolu qırılıb yerə düşmüşdü. Ağacın qolu isə təbii ki, məcazi mənadır. Ona görə də buradakı qol sözlü olacaq çox mənalı. Doğrudur, qol sözü amonim söz ola bilər. Amma verilən cümlələrdə təbii ki, qol sözünün amonimliyi ilə danışa bilmərik. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Boyaqotu sözündə hansı səs işlənməmişdir? Deməli, səsdən söhbət getdiyi üçün biz bu sözün düzgün tələffüzünü yazmalıyıq. Burada gördüyümüz kimi iki söz vardır. Boyaq və otu sözü. Birinci söz q samitindən bitir. Özündən sonra isə sait gəlir. Deməli, buradakı q samiti ğ kimi tələffüz olunacaq. Boyaq, otu şəklində tələffüz edirik. Deməli, göründüyü kimi ğ səsi var. Q səsi yoxdur. Y səsi var. T səsi var. Yəni, buradakı q samiti ğ kimi tələffüz olunduğu üçün deməli sözdə q səsi olmayacaq. Bu isə B bəndində verilmişdir. İnsan sözündəki saitlərin hər ikisinə aid olan xüsusiyyəti müəyyən edin. A bəndi qalın saitlərdir, yanlışdır, çünki i incə saitdir. B bəndi açıq saitlərdir, yanlışdır, çünki i qapalı saitdir. C bəndi dodaqlanmayan saitlərdir. Bəli, i və a saitlərin hər ikisi dodaqlanmayandır. D bəndi incə saitlərdir. Bildiyimiz kimi a qalın saitdir. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Hansı cümlədəki tünd hərflərlə verilmiş sözdə saitlərdən biri uzun tələffüz olunur? A bəndi. Mərdlər ilə gəz ki, vəfadar olur, namərdlərə yoldaş olan xar olur. Deməli, namərdlərə sözündə namərdlərə şəklində tələffüz edirik. Buradakı A saiti uzun tələffüz olunur. B bəndi. Çox ağıllı, yaraşıqlı və çox da şuurlu oğlandır. Deməli, yaraşıqlı sözü yaraşıqlı şəklində tələffüz olunur. Göründüyü kimi uzun tələffüz olunan sait yoxdur. C bəndi. Yeni dünya quran insanlar hər şeydən qabaq namuslu, təmiz vicdanlı olmalıdırlar. İnsanlar sözü insanlar şəklində tələffüz olunur. Bu sözdə də uzun tələffüz olunan sait yoxdur. D bəndi. Bugün bir süngüdür əlimdə qələm, mənim bayrağıma göz dikir aləm. Əlimdə sözü isə elə yazıldığı kimi tələffüz olunur və bu sözdə də uzun tələffüz olunan sait yoxdur. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı birləşmədə ayaq sözü məcazi mənada işlənmişdir? Bildiyimiz kimi məcazi məna sözün sonradan qazandığı törəmə mənasıdır. A bəndi. İnsanın ayağı, buradakı ayaq həqiqi mənadadır. İnəyin ayağı həqiqi mənadır. Xoruzun ayağı həqiqi mənadır. Kəndin ayağı isə məcazi mənadadır. Çünki kəndin ayağı ola bilməz. Ona görə də sualımızın düzgün cavabı C bəndi olacaq. Əşrəf yalnız sənə güvənir cümləsindən yalnız qrammatik mənaya malik olan sözü müəyyən edərək cavab kağızına
yazın. Bildiyimiz kimi yalnız qrammatik mənaya malik olan sözlər suala cavab vermir və leksik məna ifadə etmir. Bu cümlədə də suala cavab verməyən yalnız deməli qrammatik mənaya malik olan söz yalnız sözüdür. Biz bu sözü cavab kağızına yazmalıyıq. Mətnə əsasən yanlış fikirdir. A bəndi. Su buxarının miqdarı havada müəyyən həddə qədər ola bilər. Bu fikir doğrudur. Deməli, dedi ki, su buxarının miqdarı kinozalda olan uşaqların sayı kimi müəyyən həddə qədər ola bilər. Daha sonra hava su buxarı ilə doyur. Yəni, buradan görürük ki, artıq su buxarı müəyyən həddə qədər ola bilər havada. Bəli, iqlim xəritələrində tünd rəngin getdikcə artması həmin ərazilərə yağıntının çox düşdüyünü göstərir. Bəli, deyir ki, iqlim xəritələrində yağıntının miqdarı rənglərlə təsvir olunur. Rənglərin tündlüyü yağıntının miqdarının artmasını göstərir. Burada dedi ki, tünd rəngin getdikcə artması həmin ərazilərə yağıntının çox düşdüyünü göstərir. Bəli. C bəndi. Yağışın yağmasının havadakı su buxarı ilə heç bir əlaqəsi yoxdur. Yanlış fikirdir. Mətnin birinci abzasında dedi ki, su buxarı havada daim mövcuddur. Bu havanın rütubətliliyi adlanır. Su buxarının miqdarı kinozalda olan uşaqların sayı kimi müəyyən həddə qədər ola bilər. Daha sonra hava su buxarı ilə doyur, müəyyən hündürlükdə havanın temperaturu azalır, oradakı su buxarı su damcılarına çevrilir. Deməli, su buxarı su damcılarına çevrilir. Yəni, yağışın su buxarı ilə deməli əlaqəsi nədir? Su buxarı yekun nəticədə yağışa çevrilir. Deməli, C bəndi yanlışdır. D bəndi, Ş, qrov, birbaşa havadan çökən yağıntılara misal ola bilər. Bəli, bu da doğru fikirdir. Deməli, deyir ki, lakin buluddan tökülməyən birbaşa havadan çökən yağıntılar da ola bilər. Şeyh qrov belə yağıntı növünə aiddir. Nəyə? Deməli, birbaşa havadan çökən yağıntılara. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Mətnin məzmunu ilə əlaqəsi zəif olan cümləni müəyyən edin. A bəndi, dünyada ən çox qar Yaponiyaya yağır. Deməli, gəlin mətnə nəzər yetirək. İkinci abzas oxuyuruq. Deyir ki, yağış damlaları kiçik və uzun müddət yağarsa çiskin, iri damlalı, güclü və qısa müddətli olduqda isə leysan adlanır. Bəzən su damcıları donur və bərk halda yer səthinə düşür. Bu, dolu adlanır. Soyuq havada isə yağıntı qar halında düşür. Qar dənəcikləri altı bucaqlı, lakin təkrarlanmayan fərqli görünüşə malikdir. Dünyada ən çox qar Yaponiyaya yağır. Yəni, burada dünyada qarın ən çox yağdığı ölkənin Yaponiya olmasının mətnin məzmunu ilə elə bir əlaqəsi yoxdur. Yəni, əlavə məlumat kimi verilmişdir. Digərlərinə baxaq. B bəndi. Su damcılarının miqdarı artdıqda isə damlalar böyüyür və ağırlaşır. Bu birbaşa mətnin məzmunu ilə əlaqəlidir. Çünki bu mətnimizin adı da yağıntıdır. C bəndi, Ş, qrov belə yağıntı növünə aid. Yəni, buradakı bu belə sözü bizə deməyə əsas verir ki, bu əvvəlki cümlə ilə bağlı olan nümunədir. Deməli, burada nə dedi? Deməli, lakin buluddan tökülməyən birbaşa havadan çökən yağıntılar da ola bilər. Şeyh qrov belə yağıntı növünə aiddir. Deməli, şeyh qrov nədir? Buluddan tökülməyən birbaşa havadan çökən yağıntıdır. Təbii ki, bunun da mətnin məzmunu ilə əlaqəsi vardır. Bu da deməli düzgün cavab ola bilməz. D bəndi, bu havanın rütubətliliyi adlanır. Nə havanın rütubətliliyi adlanır? Deməli, təbii ki, su buxarı havada daim mövcuddur. Bu havanın rütubətliliyi adlanır. Yəni, bu birinci cümləni belə deyək, artıq ikinci cümlə ilə əlaqələndirir. Yəni, buradakı bu sözü təbii ki, əvvəlki cümlə ilə əlaqənin olduğunu deməyə əsas verir. Təbii ki, bu da düzgün cavab ola bilməz. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Qar, yağış və dolunu birləşdirən cəhəti müəyyən edin. Mətnin üçüncü abzasına nəzər salırıq. Birinci cümlədə yazılıb ki, qar, yağış və dolunu birləşdirən mühüm bir cəhət onların buluddan tökülməsi. Deməli, qar, yağış və dolu üçün ortaq cəhət nədir? Onların buluddan tökülməsi. Bu isə D bəndində verilmişdir. Hər üçü buluddan tökülür. Mətnin nəticə hissəsinə əsasən hansı nəticəyə gəlmək olar? Gəlin, mətnin nəticə hissəsini oxuyaq. Deyir ki, atmosfer yağıntıları yer kürəsində bitki örtüyü və heyvanat aləminin yayılmasında mühüm rol oynayır. Yağıntıların miqdarının az olduğu ərazilərdə bitki örtüyü zəif, çox olduğu yerlərdə isə daha rəngarəng olur.
Heyvanlar aləmi isə bilavasitə bitkilərdən asılı olaraq yayılmışdır. Deməli, A bəndi. Hər hansı bir ərazinin bitki örtüyünün zəif və ya rəngarəng olması oraya düşən yağıntı miqdarından asılıdır. Bəli, bu mətnin nəticə hissəsindən çıxan, belə deyək də, fikirdir. Deməli, burada nə dedi? Yağıntıların miqdarının az olduğu ərazilərdə bitki örtüyü zəif, çox olduğu yerlərdə isə daha rəngarəng olur. Burada nə dedi? Hər hansı bir ərazinin bitki örtüyünün zəif və ya rəngarəng olması oraya düşən yağıntının miqdarından asılıdır. B bəndi. Buluddan tökülməyən birbaşa havadan çökən yağıntı növləri var. Nəticə hissəsindən bu fikri çıxarda bilmərik. C bəndi. Su damcılarının havada donması və yer səthinə bərk halda düşməsi dolu adlanır. Göründüyü kimi nəticədə buna toxunulmadı. D bəndi. Havada su buxarı olmazsa havanın rütubətli olması mümkün deyil. Bunda nəticənin əlaqəsi yoxdur. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Mətnə əsasən cədvəli doldurun. Göründüyü kimi bizə səbəb-nəticə cədvəlinin nəticə hissəsi verilmişdir. Su buxarı atmosfer yağıntıları şəklində yerə düşür. Deməli, mətninə baxaq. Birinci abzasın sonunda yazıb ki, su buxarı atmosfer yağıntıları şəklində yerə düşür. Bu nəticədir. Görək, bunun səbəbi nədir? Deyir ki, su damcılarının miqdarı artdıqca isə damlalar böyüyür və ağırlaşır. Onların havada asılı vəziyyətdə qalması çətinləşir. Bu səbəbdir. Nəticədə isə su buxarı atmosfer yağıntıları şəklində yerə düşür. Deməli, səbəb odur ki, su damcılarının miqdarı artdıqca damlalar böyüyür və ağırlaşır. Və nəticədə su buxarı atmosfer yağıntıları şəklində yerə düşür. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Kursivlə verilmiş cümlədən əhəmiyyətli sözünün qarşılığını müəyyən edib cavab kağızına yazın. Kursivlə verilən cümləmiz atmosfer yağıntıları yer kürəsində bitki örtüyü və heyvanat aləminin yayılmasında mühüm rol oynayır cümləsidir. Bu cümlədə əhəmiyyətli sözünün qarşılığı mühüm sözüdür. Biz mühüm sözünü cavab kağızına yazmalıyıq.